Değerli izləyicilər, bugün sizlərə İnşaatçılar metrosunun yanında Şərifzadə küçəsindən 150-200 metr məsafədə bir otaqlı fərdi yaşayış evini təqdim edəcəyik. Cəmi 45 min manata gördüyünüz bu ev satışa çıxarılıbdır. Bir otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Mətbəxi görürsünüz, tam təmirli mətbəx mebeli quraşdırılıb, aspirator qoyulubdur. Qaz da gördüyünüz kimi hal-hazırda yanlı vəziyyətdədir. Suyu da qoşum, suya da baxaq. Su da mövcuddur. Otağı sizə göstərim. Mətbəxin sol tərəfində otağımız yerləşir. Həm mətbəx, həm otaq işıqlıdır. Lüstra kimi gördüyünüz kimi quraşdırılıb, döşəmə laminatdır. Suyu, qazı, işığı, kommunalları mövcuddur. 45 min manata İnşaatçılar metrosunun tam yaxınlığında bax belə bir otaqlı ev satışa çıxarılıb. Otaqlar həm mətbəx, həm bu otaq işıqlıdır. Mətbəxin bax bu yan tərəfində də pəncərə var. Buradan göstərim sizə, baxın. Dəhliz olan hissədir. Keçək hamam otağına baxaq. Hamam tualet birlikdədir. Aksesuarlar yığılıb hazır vəziyyətdə. Belə bir kiçik ölçüdə hamam var. Bütün aksesuarları da yığılıb hazır vəziyyətdə. Bura isə evin əsas giriş hissəsi. Bax, giriş həyətdəndir. Yəni birbaşa qapı küçəyə açılır. Küçədən girirsiniz bax bu hissəyə. Buradan isə evin əsas giriş qapısı buradadır. Bu isə quraşdırılıb bitimlutkadır. Hazır vəziyyətdə evdə, yəni isti suda mövcuddur. Kim istəsə alıb rahat şəkildə, yəni əşyalar qoyub 350-400 manata rahat şəkildə kirayə də verə bilərsiniz. Otağın ölçüləri normal ölçülərdə hardasa bir 12 kvadrat metrə yaxın. Bax bu otağın ölçüsüdür. Rahat şəkildə qoşa kravat da yerləşər bura. 2 dənə tək kravat da qoymaq olar. Televizor yerləşdirmək olar. Kirayə üçün də çox əla bir variantdır. 45 min manata ilkin qiymət kimi satışa çıxarılıb. Alqı-satqı notariusda olacaq. İlkin alqı-satqı kommunallar ada keçiriləcək. Və evin texpasportu mövcuddur. Videonu bəyənməyi, öz rəylərinizi yazmağı unutmayın.